Bugün mövzumuz olacaq müəllimlər Daniel Golemanın emosional zəka nəzəriyyəsi. Deməli, Daniel Goleman məşhur Amerika psixoloqu, Harvard Universitetində çalışır. Deməli, bir gün Goleman yorğun bir iş günündən sonra deməli işdən çıxır, dayanacağa gəlir və avtobusa minib evə getməlidir. Bu zaman çox yorğundur. Bir yandan da dayanacaqda insan çoxluğu, sıxlıq, o daha da yorulur, daha da gərginləşir və yorğun halda, gərgin halda avtobusa minən Qolman bir hadisənin şahidi olur. Görür ki, avtobus sürücüsü avtobusa minən hər bir sərnişinə salam, xoş gəlmisiniz, necəsiz deyə səslənir və sürücünün üzündə bir təbəssüm, xoş rəftar var. Bu deməli Qolmanın çox xoşuna gəlir və yorğun halda avtobusa minən Qolmanın üzündə artıq bir təbəssüm yaranır. Və tədricən görür ki, deməli avtobusa yorğun şəkildə, gərgin, əsəbi şəkildə gələn hər bir sürücünün, hər bir sərnişinin üzündə həmin sürücü bir təbəssüm oyada bilir. Yəni yol boyunca deyək ki, sürücü onlarla şəhər haqqında onlara məlumat verir, onlarla xoş söhbətlər eləyir, xoş rəftar edir və bu da bütün sərnişinlərin xoşuna gəlir. Və gərgin bir vəziyyətdə, yorğun bir vəziyyətdə avtobusa minən Qolman həmin avtobusdan çox xoş əhval-ruhiyyə ilə düşür. Və bu artıq belə bir nəticəyə gəlir ki, Qolman yəni hər bir emosiya, hər bir his virus kimi yoluxucudur. Yəni Qolman bundan sonra o bir sıra araşdırmalar aparır və emosional intellekt anlayışını elmə gətirir və bunun sayəsində də emosional zəka nəzəriyyəsini irəli sürür. Qolmana görə insanın iki zəkası var. Biri rasional zəka, biri emosional zəka. Rasional zəka deyək ki, bizim idraki fəaliyyətimizlə, zehni fəaliyyətimizlə bağlı olan zəkadır. Deyək ki, biz hər hansı bir idrak tapşırığını yerinə yetiririk, nə isə araşdırırıq, oxuyuruq, öyrənirik. Bunlar bizim idraki fəaliyyətimizdir. Yəni bizim rasional zəkamızla bağlıdır. Amma bizim hisslərimiz, emosiyalarımız var, bildiyimiz dəyərlərimiz var. Məsələn, bizim başqa insanlarla münasibətimizdir, yəni şəxslərarası münasibətlər deyirik, davranışlardır. Bütün bunlar hamısı bizim emosional zəkamızla bağlıdır. Yəni emosional zəka insanın hissləri, emosiyaları, davranışları, münasibətləri ilə, dəyərləri ilə bağlı olan bir zəkadır. Deməli, Qolmanın irəli sürdüyü bu nəzəriyyəyə görə, yəni emosional intellekt nəzəriyyəsinə görə, Qolman deyirdi ki, emosional intellekt irsiyyətlə ötürülən bir əlamət deyil. Yəni insan hansı emosional zəkalılıqla deyək ki, doğulub, kiçik yaşlarda məsələn hansı emosional zəkalılıq insanda, emosional intellekt insanda formalaşıb, o daimi qalmır. Yəni qalıcı deyil. Yəni o emosional intellekt inkişaf edə bilər. Yəni ömür boyu, həyat boyu insan təcrübə yığdıqca, hər hansı bir hadisə ilə rastlaşdıqca insanın emosional intellekti də dəyişir və inkişaf edir. Yəni biz həyat təcrübəsi topladıqca bizim emosional intellektimiz də inkişaf edir, təkmilləşir. Odur ki, emosional intellekt irsiyyətlə ötürülən bir əlamət deyil. Yəni bizdə irsi gəlib, elə də o cürdə davam etməlidir deyə bir anlayış yoxdur. Öz irsiyyətlə bizə hansı deyək ki, emosional intellektlə bağlı nələr ötürülübsə, onlar həyat boyu biz təcrübə qazandıqca inkişaf edib təkmilləşə bilir. Və emosional intellekt nəzəriyyəsinin, Qolman nəzəriyyəsinin 5 komponenti var. Birincisi özünü dərk, ikinci özünü idarə etmə, üçüncü motivasiya, dördüncü sosial məlumatlılıq, beşinci münasibətlərin idarə edilməsi. İndi gəlin bu komponentlərin hər biri ilə ayrı-ayrılıqda tanış olaq. Əvvəlcə gəlir özünü dərk komponenti. Özünü dərk insanın öz hisslərini, emosiyalarını, yəni anlaması, onlardan agah olması, bir növ özünü tanıması deməkdir. Yəni insan özünü tanıyır, özünü dərk edir, öz hisslərindən, öz emosiyalarından agahdır, yəni xəbərdardır. Yəni bəzən olur ki, deyək ki, insan ümumiyyətlə hissin nə olduğunu bilmir. Yəni o əsəbidir, gərgindir, ətrafa deyək ki, pis davranışlar sərgiləyir, əsəbi gərgin davranışlar sərgiləyir, amma hansı hissləri keçirdiyindən xəbərdar deyil. Deyək ki, sinifdə müəllim belə bir hadisənin şahidi olur. Məsələn, uşaqlardan biri digər öz yoldaşını
deyək ki, itələyir və yaxud da vurur, onun çantasını yerə atır, ona dəftər kitabına, ləvazimatlarına zərər verir və müəllim həmin anda şagirdi yanına çağırıb ona bir sıra suallar ünvanlayır. Yəni nə olub, nə baş verib, sənə nə olub və yaxud da ki, sən hansı hissləri keçirirsən, nə baş verir, buna səbəb nədir? Yəni bir də görürsüz ki, həmin uşaq öz hisslərini ifadə eləməyə belə çətinlik çəkir. Yəni uşaq öz hisslərini, hansı hissləri keçirirsə, onlardan xəbərdar deyil. Deməli, onda özünün dərk komponenti hələ inkişaf etməyib. Yəni, o hansı hissləri keçirdiyini dilə gətirə bilmir, ifadə edə bilmir. Demək ki, öz hisslərindən agah deyil. Özü haqqında hansı hisslər, emosiyaları yaşayırsa və yaxud da onlara səbəb olan hadisələr nədirsə, hələ onları dərk etmir, bilmir. Və biz bəzən düşünürük ki, uşaqlar dünyaya gələndə özləri ilə birlikdə, yəni o hissləri də gətirirlər. Yəni o hissləri gətirirlər və həmin hissləri tanıyırlar. Yəni özləri ilə birlikdə gələn hissləri tanıyırlar. Amma əslində bu belə deyil. Yəni insan təkcə uşaq yaşlarında yox, yetkin yaşlarında ola bilər. Yəni yeniyetmə dövrü olsun və yaxud da yetkin insan dövrü olsun. Bəzən insan keçirdiyi hissləri belə tanımır. Və yaxud da təkcə hissləri tanımaq deyil, o hisslərə səbəb olan, yol açan hadisələri dərk etmir. Yəni özündəkdə bu məsələlər də var. Yəni sadəcə insan öz hisslərini, emosiyalarını tanımalı, onları dərk etməli deyil. Eyni zamanda onlara yol açan hadisələr hansılardırsa, onları da bilməlidir. Yəni özünü dərk, belə deyək ki, bir növ Qolman dediyi kimi mənəvi kompas rolunu oynayır. Yəni Qolman deyirdi ki, özünü dərk, yüksək intuisiya və düzgün nəticə çıxarmanın əsasıdır. Bəli. Yəni özünü dərk mənəvi kompas rolunu oynayır. Özünü dərk komponenti inkişaf edərsə, insan öz hisslərini, duyğularını, hansı emosiyaları yaşayır, hansı hissləri keçirir, əsəbidirmi, gərgindirmi və yaxud da kədərlidirmi, sevinclidirmi, xoşbəxtdirmi, bu hissləri tanıyırsa, özündən agahdır, özündən xəbərdardırsa, təbii ki, öz davranışlarını da doğru şəkildə idarə eləyəcək. Ona görə biz deyirik ki, özünü dərk yüksək intuisiya, düzgün nəticə çıxarmağın əsasıdır. Və özünü dərkdən sonra özünü idarə etmə komponenti gəlir ki, artıq özünü idarə etmə komponentində insan öz hisslərini tanıdıqdan sonra onları daha yaxşı idarə edə bilir. Yəni, özünü dərkə insanın öz hisslərini, emosiyalarını, davranışlarını, münasibətlərini idarə etməsi daxildir. Yəni, biz özünü dərk komponentində əgər öz hisslərimizi tanıdıqsa, özümüzdən xəbərdarıqsa, özümüzdən agahıqsa, artıq ikinci mərhələdə, ikinci komponentdə özümüzü yəni davranışlarımızı daha yaxşı idarə edə biləcəyik. Yəni özünü idarə etmədə artıq insanın şəxslər arası münasibəti, davranışları, öz hisslərini necə idarə etməsi əsas yer tutur. Yəni burada insan lazım gələrsə hər hansı bir hissini daha çox biruzə verir, lazım gələrsə daha az biruzə verir. Məsələn, hər hansı bir hadisə baş verib, orada insan tutaq ki, əsəbləşməlidir. Lazımı qədər, lazımı dərəcəsində qarşı tərəfə öz hisslərini, qəzəbini və yaxud da əsəbini bildirir. Amma elə böyük bir hadisə baş verə bilər ki, həqiqətən də böyük gərginlik baş verə bilər orada. Onda insan lazımı qədər, yenə də bir qədər əvvəlkindən yüksək, lazımı qədər öz hisslərini qarşı tərəfə ötürə bilir. Yəni insan özünü idarə etmədə, əgər özünü dərk edibsə, öz hisslərindən agahdırsa, özünü idarə etmə mərhələsində öz hisslərini, emosiyalarını, davranışlarını lazım gələrsə az, lazım gələrsə çox, yəni biruzə verir. Yəni özü idarə edə bilir artıq emosiya və hisslərini, davranışlarını. Və özünü idarə etmə mərhələsi, deyək komponenti daha çox rasional düşüncəyə köklənir. Yəni burada özünü idarə etmədə insan öz davranışlarını düzgün idarə etməsi üçün rasional düşüncəyə köklənməlidir. Rasional düşüncə deyəndə biz nəyi nəzərdə tuturuq? Yəni bizim idrakımıza, məntiqimizə, ağlımıza, beynimizə əsaslanan düşüncə. Yəni bəzən biz deyirik ki, məsələn, qəlbinin səsini dinləmə, ağlının, beyninin səsini dinlə. Bu nə deməkdir? Yəni, insan qəlbinin səsini dinləyərkən hissləri ilə, emosiyaları ilə hərəkət edir. Yəni, öz hisslərinə əsasən qərar verir. Amma qəlbini dinləmədən ağlı ilə, beyni ilə, öz məntiqi ilə hərəkət edirsə, deməli, rasional düşüncəyə əsaslanır. Tutaq ki, məsələn, şagird mühüm bir imtahana hazırlaşır və çox az bir müddəti var, amma sinif yoldaşı onu bugün bir tədbirə dəvət edir və yaxud da öz ad gününə dəvət edir, qonaq çağırır onu və uşaq ora getmək istəyir.
Hətta çox getmək istəyir və dostu ilə vaxt keçirmək istəyir, özü də ən sevdiyi, ən yaxın dostudur. Yəni qəlb bu zaman iki yol arasında qalır. Gedim, getməyim. Yəni çünki onun hal-hazırda vaxtı azdır, imtahana hazırlaşmalıdır, mühüm dərsləri, mühüm tapşırıqları var və qısa müddət ərzində onları yerinə yetirməlidir. Və şagird iki yol arasında qalır. Əgər deyək ki, hisslərinə, emosiyalarına əsasən qərar verəcəksə, o ad gününə gedəcək. Dostu ilə xoş vaxt keçirəcək, amma dərsi imtahanı qalacaq. Amma rasional düşüncəyə əsasən qərar verəcəksə, artıq o özünü idarə edə biləcək davranışlarını və yəni qəlbinə, hisslərinə, emosiyalarına yox, ağlına əsasən qərar verəcək, rasional düşüncəsinə əsasən qərar verib, yəni ora getməkdən imtina edəcək və dərslərinin üzərində çalışacaq və yüksək nəticə əldə edəcək, deyək ki. Yəni, İnsan hissləri ilə bu mərhələdə özünü idarə etmədə, davranışları, münasibətləri düzgün şəkildə, deyək ki, idarə etməsi üçün daha çox rasional düşüncəyə köklənməlidir. Bu mərhələdə rasional düşüncəyə köklənməlidir. Daha sonra gəlir motivasiya. Motivasiyada bilirsiniz ki, məqsədə çatmaq üçün, yəni bir insanın, yəni motivasiya insan üçün mühüm rol oynayır. Məqsədə çatmaq yolunda bir insanın, deyək ki, hər hansı bir problemi baş verir və yaxud da qarşıda bir məqsəd var, çətin bir məqsəd var, o məqsədə çatmaq üçün çalışmaq lazımdır. Bunun üçün insan müxtəlif problemlərlə bu zaman yəni rastlaşa bilər, hər hansı bir çətinlik ola bilər, amma nə olursa olsun, ruh düşkünlüyü olmamalıdır, həvəsdən düşməməlidir, yəni öz emosiyalarını idarə etməlidir. Yəni motivasiya budur. Amma bir də motivasiyanın deyək ki, iki növü var, daxili və xarici motivasiya. Daxili motivasiya nədir? Yəni gördüyünüz işin özündən irəli gələn zövq və o zövqdən aldığınız motivasiya. Deyək ki, siz məsələn, müəllimlik peşəsini çox sevirsiniz və bu peşəni çox sevə-sevə yerinə yetirirsiniz və heç kim sizi buna məcbur eləmir. Heç nəyə də kiminsə kənardan həvəsləndirməsinə də ehtiyacınız yoxdur. Özünüzün içindən gələn bu peşəyə bir sevgi var və bu peşəni yerinə yetirdikcə oradan aldığınız zövq sizə bir motivasiya verir. Yəni gördüyünüz işdən gələn zövq sizə motivasiyadır. Bu artıq daxili motivasiya olur. Bu peşədən, çünki siz motivasiya alırsınız işinizi gördükcə. Kiminsə kənardan o peşəni sizin üçün tərifləməsinə də ehtiyac yoxdur və yaxud da kiminsə gəlib sizə afərin deməsinə də ehtiyac yoxdur, tərifləməsinə də ehtiyac yoxdur. Onsuz da siz bu işi yerinə yetirəcəksiniz, çünki siz onu sevərək, istəyərək yerinə yetirirsiniz. Yəni işin özündən bir zövq alırsınız, motivasiya alırsınız. Bu olur daxili motivasiya. Amma bir də var xarici motivasiya. Xarici motivasiya artıq nədir? Deyək ki, kənardan gələn xarici stimullardır. Bunlara məsələn həvəsləndirmələr daxildir. Deyək ki, bir təriflənmə, mükafatlanma və yaxud da cəzalanma özü olsun. Deyək ki, hansısa bir işdə çalışmaq istəmirsiniz. Məsələn, elə bir iş təklifi gəlib sizə, yüksək, deyək ki, maaşı var, amma siz sevdiyiniz peşə deyil, bunda çalışmaq istəmirsiniz. Sadəcə oradan gələn motivasiya, yəni bu ola bilər ki, orada işin sonundakı mükafat olsun, maddi məbləğ olsun, maaş olsun, o sizə bir motivasiya verir və buna görə də o işə çalışmağa davam edirsiniz. Və yaxud da bir işi görürsüz, o işi görən zaman təriflər alırsınız, təşəkkürlər alırsınız, yəni nəyləsə mükafatlanırsınız və o sizə bir stimul verir, xaricdən bir stimul olur və yəni motivasiyanı oradan alırsınız. Cəzanın özü də ola bilər. Məsələn, deyək ki, evdə 2 uşaq var, ikisi də şagirddir. Böyük bacı, kiçik bacı. Deyək ki, böyük bacı fənlərindən hər hansı birinə yaxşı çalışmayıb və aşağı qiymət alıb və buna görə də ailəsi tərəfindən cəzalandırılıb. Məsələn, həftə sonu harasa gedəcəkdilər, onu aparmırlar və yaxud da ona nəsə alacaqdılar, almırlar, onu nədənsə məhrum edib cəzalandırırlar. Və bu cəza kiçik uşaq üçün, evdəki kiçik bacı üçün motivasiya olur. Cəzanın özü belə motivasiya olur. Çünki o xaricdən bir stimul aldı. Gördü ki, bacı dərsi vaxtında çalışmadığı üçün cəza alıb və bu cəzanın özü belə ona motivasiya verdi ki, mən dərslərimi yaxşı oxuyum, yoxsa mən də onun kimi cəzalana bilərəm. Yəni cəzanın özü belə xaricdən ona motivasiya verdi. Yəni bütün bunlar hamısı xarici motivasiya hesab olunur. Yəni nə olur olsun, motivasiya insan üçün vacibdir. Qarşıda əgər məqsəd varsa, məqsədə çatmaq yolunda insanın demək ki, deyək ki, o məqsədə çatmaq yolunda çalışması, var gücü ilə çalışması, ruhdan düşməməsi, çətinliklərlə qarşılaşan zaman ona təslim olmaması, çıxış yolu axtarması, özü üçün strategiyalar müəyyən eləməsi. Yəni ümumiyyətlə bütün bunlar motivasiya
adaptasiya, yəni bütün bunlar hamısı motivasiya hesab olunur. Daha sonra gəlir sosial məlumatlılıq, yəni empatiya. Empatiya nədir? Empatiya hər biriniz bilirsiniz ki, özünü qarşı tərəfin yerinə qoymağı bacarmaq. Yəni qarşı tərəf hansı hissləri keçirir, hansı emosiyaları keçirir, nələr yaşayır, onlardan xəbərdar olmaq. Yəni bu sosial məlumatlıq komponentində empatiya çox vacibdir. Yəni özünü qarşı tərəfin yerinə qoy, o hansı hissləri keçirirsə, sən də onları hiss et. Yəni ona görə deyək ki, məsələn, insanlar daha çox başqasının keçirdiyi hissləri bilmədən, onun yerinə özünü qoymadan artıq başqası haqqında kəskin fikirlər söyləmir və yaxud da davranışında hansısa bir münasibət, deyək ki, hansısa bir situasiyada ona kobud rəftar eləmir, düşünür ki, yəni bəlkə o hansı hissləri yaşayır, mən bilmirəm və yaxud da bəlkə onun başına elə bir hadisə gəlib ki, o buna görə mənə belə reaksiya verdi və insan bir qədər daha düşüncəli olur, daha belə deyək ki, qarşı tərəfə ehtiyatlı davranır. Yəni bu empatiya hissidir. Başqasının nə keçirdiyini duymaq, özünü başqasının yerinə qoya bilmək, onun hisslərini anlaya bilmək. Daha sonra gəlir münasibətlərin idarə edilməsi. Bu mərhələ artıq səmərəli şəkildə münasibət qurmaq deməkdir. Yəni bunun üçün də vacib olan insanın sosial bacarıqlara sahib olmasıdır. Yəni biz sosial bacarıqlar deyəndə nə nəzərdə tuturuq? Məsələn, ünsiyyət. İlk növbədə ünsiyyət. Qarşı tərəfi aktiv şəkildə dinləmək, onunla ünsiyyət qura bilmək, onunla dialoqa girə bilmək, verbal və ya qeyri-verbal şəkildə kommunikasiya qurmaq, yəni istər danışmaq və yaxud da danışmadan insan hətta deyək ki, jestlərlə, mimikalarla, üz ifadələri ilə belə qarşı tərəflə kommunikasiya qura bilir və yaxud da liderlik, inandırıcılıq qabiliyyəti, bütün bunlar sosial bacarıqlardır. Yəni münasibətlərin idarə edilməsində əsas baxırıq nəyə? Ünsiyyətin qurulmasına. Məsələn, hər hansı bir hadisədə, hər hansı bir mübahisə zamanı əgər şagird düşünürsə ki, yəni mən deyək ki, bəlkə mən dostumu düzgün başa düşməmişəm, onu günahlandırmamışdan əvvəl gərək məsələni dəqiqləşdirərdim, onunla ünsiyyətə girərdim, onunla danışardım və hər hansı bir situasiyada, hansısa bir mübahisə zamanı, hansısa bir çətin deyək ki, situasiyaya düşən zaman əgər dostuyla o danışığa girirsə, əvvəlcə hadisənin necə olduğunu, onun yəni onunla dialoqa girməyə başlayırsa, bu artıq deyək ki, ünsiyyətdən burada söhbət gedir. Yəni o artıq onun qarşı tərəfi dinləmək istəyir, onunla ünsiyyət qurur, bir dialoq qurur. Yəni bu da sosial bacarıqlardan xəbər gedir ki, demək ki, həmin şəxs o münasibətləri idarə etməyə çalışır. Baxın, indi kitabınızda belə bir görəcəksiniz, emosional intellektə aid bir sıra suallar verilib hər mərhələyə uyğun. Deməli, şagirddə emosional intellekti inkişaf etdirmək üçün müəllim mərhələlərlə verə biləcəyi yönəldici suallar var. Amma bu suallar hamısı şərti xarakter daşıyır. Yəni necə? Ola bilər ki, hər hansı bir mərhələdə olan sual başqa mərhələdə də verilsin. Yəni mütləq deyil ki, bu mərhələnin sualı mütləq bu mərhələdə olsun. Yəni bu suallar müxtəlif mərhələlərdə verilə bilər. Amma əsas baxmaq lazımdır, məqsəd nədir? Deyək ki, özünü dərkdə müəllim ilk öncə nə verir, hansı sualı verə bilər? Yəni, özünü dərkdə əsas komponentin əsas xüsusiyyəti odur ki, insan öz hisslərini tanımalıdır, öz hisslərini dərk eləməlidir, özündən agah olmalıdır. Ona görə müəllim əvvəlcə şagirdə sual verir ki, sən nə hiss edirsən? Yəni, sən hansı hissləri keçirirsən? Və yaxud da bu hisslərə yol açan, səbəb olan hansı hadisədir, nədir? Yəni, sən nə yaşamısan ki, bu hissləri yəni, ətrafa saçırsan, ətrafa bu hisslərlə davranırsan? Yəni, sənin bu hissin sənin davranışına necə təsir edir? Və özünü idarə etmə. Artıq hisslərindən xəbərdardırsa və yaxud da heç xəbərdar deyil, tutalım ki, özünü idarə edə bilmir, davranışını idarə edə bilmir və müəllim burada o sualı yəni ünvanlayır ki, səncə baş verənlərə niyə belə reaksiya verdin? Artıq yəni davranışların niyə belə oldu? Yəni özünü idarə etmədə, yəni nə baş verdi ki, sən özünü idarə edə bilmədin, davranışlarını bu cür sərgilədin. Hansı hisslər sənin davranışına təsir göstərdi? Və yaxud da sual ola bilər ki, sənin yəni bu halda sənin belə hisslər keçirməyin vəziyyətə uyğundurmu? Yəni bu halda ən doğru reaksiyan nə ola bilərdi? Yəni əgər sən özünü dərk etsəydin, hisslərindən xəbərdar olsaydın, bu halda, bu mərhələdə davranışlarını necə idarə edərdin?
Yəni hansı deyək ki, davranışları ətrafa sərg eləyərdin, dostuna hansı münasibət göstərərdin, ona necə reaksiya verərdin? Görürsüz, suallar özünü idarə etməyə uyğundur. Daha sonra məsələn motivasiya mərhələsinin sualları ola bilər ki, deyir, çətin vəziyyətlərdə motivasiyanı necə qoruyursan? Yəni sən motivasiyanı hardan alırsan? Başqaları səni həvəsləndirə bilirmi? Bu nə deməkdir? Yəni sən xaricdən stimul alırsan, sən xaricdən motivasiya ala bilirsənmi? Deməli sənin deyək ki, əsas motivasiya yerin xaricdən gələn motivasiyalardır, xarici stimullardır. Və yaxud da ki, məsələn deyir ki, səni fəaliyyətə həvəsləndirən mənbələr hansılardır? Yəni hamısı motivasiyaya uyğun gələn suallardır. Daha sonra gəlir məsələn sosial məlumatlılıq. Bu nə demişdik? Empatiya hissi qura bilmək, özünü başqalarının yerinə qoymaq, onun hansı hisslər keçirdiyini anlamaq. Sən onun yerində olsaydın nə edərdin? Və yaxud da qarşı tərəfin hansı hiss keçirdiyini sən heç düşünürsənmi? Və yaxud da onların özlərini belə aparmasının başqa səbəbi ola bilərmi? Yəni onlar hansı hissi keçirirlər, sən hələ onu bildinmi, ondan xəbərdarsanmı? Ona görə də yəni bu adam bu davranışı sərgilədi. Yəni suallar hamısı şagirdi ona yönəldir ki, sən başqasının yerinə özünü qoy, başqasının hansı hisslər keçirdiyini anla. Daha sonra münasibətlərin idarə edilməsi. Artıq bu deyək ki, bir qədər daha yüksək mərhələdir ki, burada münasibətləri idarə etmək tələb olunur və bu da sosial bacarıqlar tələb edir bizdən. Görürsüz, burada əsas ünsiyyətə, bir-biri ilə danışmağa, dinləməyə, ünsiyyətə köklənir məsələlər. Deyir, səncə siz bir-birinizi yaxşı başa düşürsünüzmü? Və yaxud da ünsiyyət zamanı yoldaşını sonadək dinlədinmi? Görürsüz, yəni yoldaşınla ünsiyyət qur, onu dinlə. Sən onu dinlə, o səni dinləsin, qarşılıqlı bir dialoqa girin, yəni mübahisəni, məsələni özünüz danışaraq həll edə bilərsiniz, danışaraq, dialoqa girərək bunu yoluna qoya bilərsiniz. Və yaxud da sən yoldaşını haqlı olduğuna inandıra bildinmi? Bayaq dedik ki, sosial bacarıqlar içində liderlik, inandırıcılıq qabiliyyəti də var. Yəni qarşı tərəfi mən haqlıyam və yaxud da mən burada düzgün addım atmışam və yaxud da bu işin səbəbkarı mən deyiləm dostuma haqlı olduğumu, bu kimi məsələləri inandırmaq, qarşı tərəfi buna inandırmaq. Yenə də ünsiyyət, dialoq tələb eləyir insandan. Və yaxud da müzakirələrdən sonra eyni hadisəni yaşasan, necə reaksiya verərsən? Yəni müzakirə olundu, məsələ danışıldı, növbəti dəfə bu hadisə sənin başına gəlsə, artıq necə reaksiya verəcəksən? Yəni münasibətləri artıq idarə edə biləcəksənmi? Yəni görürsüz ki, suallar hamısı, müəllim tərəfindən verilən bu sualların hamısı şagirdlərdə emosional intellektin inkişafına yəni yönəlib. Bütün bu yönəldici suallar. Və altda bir də qeyd olunur ki, situasiyadan asılı olaraq eyni suallar, bayaq dediyim kimi, emosional intellektin müxtəlif komponentlərində istifadə oluna bilər və müxtəlif komponentləri inkişaf etdirə bilər. Yəni, əsas burada məqsəd odur ki, verilən sual məqsədə uyğun olsun. Emosional intellekt nəzəriyyəsi də bu qədər.